Salam hörmətli tədbir iştirakçıları, təlim iştirakçıları, hər birinizi xoş gördük. Bugün təlimlərimizin 7-ci günüdür, ikinci sinir qrup üçün təşkil olunubdur. Demək, bildiyiniz kimi layihə istedadlı tələbi olan şəxslərin bacarıqlarının iqtidarlı layihəsi adı altında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bizim son bir təlimimiz qalır ki, baxırıq işlər də mükəmməl şəkildə artıq öyrənmişsiniz və bu əl işlərində satışı 2 rayon ərazisində, Binəqədi və Abşeron rayon ərazisində sərgilərə təşkil olunacaq və eyni zamanda əlilliyi olan şəxslərin, musiqi istedadlı şəxslərin ifasında konsert proqramı təşkil olunacaq. Onlar arzulayırıq. Bu müddətdə istəyərdik ki, bu əl işlərinin dayandırılması, evdə davam edəcək sərgilərdə daha çox əl işləri çıxarıb satışını təşkil edilir. Uğurlar arzulayırıq. Salam əziz iştirakçılar, mən də hamınızı salamlayıram. Bugün bizim ikinci qrupumuzla 7-ci təlimimizin başlanğıcıdır. Bugün də yenə iştirakçılarımız demək olar ki, işlərini tamamlayırlar. Təlimimizin, ümumiyyətlə təlimlərimizin, layihəmizin sonuna çox az qalıb bilirsiniz. Və iştirakçılar çox həvəslidirlər, ona görə də çox tələsirlər. Eyni zamanda bizim sərgimizin də başlamasına sayılı günlər qalır. Ona görə ümid edirəm ki, burada öyrəndiklərinizi evdə də davam edəcəksiniz. O evdə olduğunuz o bir neçə vaxt müddətində yeni çantalar, ən çox yenə də bu qrupumuzda da mıncıq çantanı çox sevirlər və hazırladıqları işlər çoxsu çantalardır. Artıq xanımlar bir neçə çanta hazırlayıblar və evdə də növbəti işlərini başlayıblar. Yenə evdə davam edərsiniz, sərgiyə qədər hər kəsin çoxlu əl işi olsun ki, biz onların satışını həyata keçirək. Belə uğurlar arzulayıram hamınıza. Çox sağ olun. Çox təşəkkür edirəm. Biz təşəkkür edirik sizə. Yəni, həqiqətən bizim başımıza qatı verdi, telefon qatımıza düşmür. Mən inanmırdım bunu bacararam, həqiqətən. Öyrəndim yəni. Müəllimimizə təşəkkür edə bilərik. Buyurun. Yəni, çox təşəkkür edirik. Qubat müəllimə, Zümrüt xanıma, bu layihə yaratdıqları üçün çox təşəkkür edirik. Həqiqətən də. Mən əvvəl birini bacarmaram, amma haqasa bacarmamışıq yavaş-yavaş. Yəni, çox səbirlə bizi başa salır. Yəni, bacarmayan iştirakçı Biz yaşlı adamların öhdəsindən gəlir. Ümumiyyətlə, uşaqlara hər şeyi yeni öyrənmək daha asandır. Çünki uşaqların beyni ağ lövhə kimidir də. Amma yetkin insanların nəyisə öyrənməsi həm özləri üçün, özgüvənləri üçün, motivasiyaları üçün çox vacibdir. Eyni zamanda onların öyrənməsi biraz çətin olur. Amma burada iştirakçılar hamısı 7 dərsin artıq bugün 7-ci dərsimizdir. Demək olar ki, heç nə bacarmayan, heç nə öyrənməyən, iş təhvil verməyən iştirakçımız yoxdur. Ona görə də, yəni o sizin istedadınız da var imiş içinizdə. Sadəcə o əlverişli mühiti bizə Qubat müəllimi təşkil edib, çox sağ olsun. Ona görə inanıram ki, daha gözəl işlər görəcəksiniz. Yəni, olduqca da zövq alırıq, çünki hər şey bazarlıq. Hamınıza təşəkkür edirik siz. Çox sağ olun, sağ olun. Hayır, gel buraya, ben buradayım da. Ha, yapsın. Siz özümüzə nə yaparaq deyin. Bir dənə qaralamışım, bir də toxumu söyləyim. Elə öyrənirlər. Üç gedə bir dənə
çay siyahlar var. Sizdeki belə bahçenin üstündə. Biz yazmamışıq. Reisində. Hə, indi yeni gələnlər yazacaqlar. Bəs niyə bu qanun qəşəngliyi? Bu axı biz qaldırıq, bir də fırladırıq içindən. Ona görə bir də fırladanda bu da fırladır da, qalında bir dəfə qalır, bir dəfə geçirir. Düyünlərin hamısını açmalıyam, Cümle xanım burada. Ha? Yavaş-yavaş ehtiyatla kəsmədən, yəni uclarını saxlayınca işləyir. Çatı da qayçı çəsən o. Hə, qayçı Qayçı çəsən. O düyünün axı içərisində. Hə, gözlər dəqiqədə götürsən, yəni. Kənar. Bu çantada var, işte bu çantada. Orada saxlayalım. Hər şey, hər şey. Hemen. Bir, hemen. Riska verir. Ulan orada bu eski. Bu eski tutmuşlar. Canan, senin işin hanım. Sen işlemirsen. Kənar. Kənar. Sən qol baxın. Gəl abam. Gəl suntular var, nə geçin? Yolda bak. Bir de keçirdiğinde ve keçirdiğinde çalışmış bu qıraqlarda qalmasın. Çünkü qıraqlar biz toxumalı qıraqlardır. Orada düğün olsa sonra düğün olmaq ki yeni Buyurun. Böyükçe ben özüm yaşamak. Şunu boşluğuna koyayım. Bu ne nazikdə? Bir çaban kızlara. Yo, o çok böyle eləməyəm. Çünkü o qaldıqca da boş oldu. Elə o tərbi, bu tərbi. Ya ağzımız çaban kızlara bir ayın ağzı yollamış. Özür çok bir dəfə dünyadasız var. Köfeyi takmışım öz koluna. Çok Vallahi çıkartmak istemem olmaz. Bunu çıt satacağım. Sana ben kırmızını bunu çıt satacağım. Bunu güzeldi. Bu cüt diksin bunu bir işte ağlımdan Gel bir çıkart bakın da. Şimdi kızıl renk de var ya içinde. Ha? Hadi ikisini Ha, eləmişəm. öyle. Evet. Bu taraf, bu taraf çözüm çok Aslında hoş. üzülüm değil. Ne güzelim var. Ama taxıram da. Bana sakarım bir şey olsun. Kırdancıqlarına açıq setlərdə həmişə tərbidə çox daşıyır. Barajı biletlerdi. Hı? Eyvallah, eyvallah. Bu da gözümüz oluyor şöyle. Evet. Al. Çıkış. İsmi gitti be. Göz gözümü kötü. Sen Allah kapıya söylesin. Aslında ne? Çabuk. Ne be? Ne? Ne istiyorsan? Ne? O çıkan da alırım ki. Sen Hatem'in dostum sen. Bakayım.
Ben istemiş oradan getirmişim bugün. Biraz üstüne. Sana çıkmaz. Mesela Hiç kime diyeyim ki bunu Yerde oturursak kendisine çok O da bizim evimiz yıkan. Yerde işlemeyi orada. Binadı. Her yer için çok zor. Kusura bakma daha gerçekten. Yani Rabdan evi, həyət evi belə oturmaq üçün oturursa yerim var, amma yaşamaq üçün bütün günü işi bitmir. İş yapışık oturmaktan. Elə iş yoxdur. Maddi də iş bitmir, fiziki iş də bitmir. 10 yıllık köşmüşü herhalde işleydik. Hadi orası da güzel. Bəlkə güzəlmir də, güzəlmir. Daşla kum oluyor. Her daşla kum oluyor. Market olanda çok güzel. Tez basit. Bugün burada gördük. Şu cehazetler, sizi sesini işler. Tanış değil. Kalan haber üzümü kalın. O birisi bir, o tərəfə yaşıl var. Yox, bir qapı tərəf, ay sağ ol. Haftada imtihan verdi. Yine direktörün yollaştı. Yine problem yarattı. Onu böyle şikayet ediyor. Ondan çalışıyor. Siz belə olmuşsunuz, ona görə bu şey deyir, bu çox qalındır. Həm də bərkdir, Bir böyle diskət olmuşdur. İkisine mənim Otursam olar. qəbul olamadım. Mənim sumkam dozdur. Bunun ağırlığı da, onun əksinə çox Bundan deyil də, belə açıq deyil. Paçkadan almışsınız da. Bunu istəmədim, qaytardım. Qurudur, quru. Yağlı olmalıdır, biraz ki elastikliyi verir. Bu değişiklikler arkadaşlar. İyi kıymetli bir Bilmemişik de başımız bura. Ama Kız da öyle, elleri kısıldı bu maşallah. Hareketler. Evet, çok güzel ya. Çok güzel değil mi? Çok güzel çözeceğiz. Çok güzel değil. Yəni sizin fantaziyanızda aslında. Mən- Sadə düz toxuyublar, evdə olan aksesuarlardan istifadə edib üstünü bəzəyiblər. Bax, o formada siz də eləyə bilərsiniz. Ümumiyyətlə, öyrəndiyiniz bir yana, öyrəndiyiniz bir yana, özünüz də öz Mən fantaziyanızda kəpənək qoymuşam müəllimə. qoymuşam. O hansı ki o knopkası var ya qarşısında. Onu aydın örtmək üçün knopka şey qoymuşam. Kulağımıza çok. Çok güzel. Bir də əl işlərimi işləyəndə həmişə fikirləşim ki, mən özüm olsam, bu mənə rahatdır. Ay, mən də Yəni, bu rahatlığında fikirləşim də, ancaq ki, satış üçün hazırladım, satdım yox. Fikirləşim ki, mən özüm olsam, bunu istifadə edə bilərəm, görüm necədir, keyfiyyəti necədir. Özünüzdə Əgər icazə hazırladıqlarınızı... mən icazə etsəm, mən 6 dənə var, belə 6 dənə çanta toxunacam. Bunlar başqasını toxuyum. Elə ona gəlir bu hər zaman ki, özünüzdə istifadə edin. Çünki insan özü öz işinə birinci dəyər verməlidir. Elə birinci o qara çantanı Qız deyil, mən həmən bir gün Kızım da yine neyse, 14 alt günüde. İşdən gəlir, məni yola salır. Icazə alır, gəlir məni. Mənim qızım deyir ki, mən hər Dedim, gün bu verirəm sənin gəlir. deyir, o sən Başkası alsın, sen niye alsın? Bir şey yenemezsin ama senden çıkmaz iş. Dilin atsa bir Kur'an okumaz mesela. Çekin Kur'an okumaz. Zaten bacağına dokunmadı.
bacarsan. Fazla sol yerden var. Böyle resim olarak. Satırsız mı böyle şeyler koyuyorlar? Ben uzun günler kullanıyorum. Çok bak, oturup böyle bakım çekildi. Neyse bakım çekildi. Özümden bile şeyler bakım o hemen şeyi çekildim. İnansa ilk gibi evliyende Zümrüt Hanım, oğlum bir ay anasın, bir yıkan batsan, sen uşaqlıqdan toxuysan, sen gibi o toxuma öyrənsən, deyirəm ki, sən də var. Deyirəm ki, sən də var. Mən getməsəm, mənim çempionatını çıxardacaq. Özür ki, adımı yazıblar, çanta da qalacaq. Adımı yazıblar, indi qarşıda bir foto gözləyirlər, bir neçə xarici gözləyirlər. Deyirəm, mən o da adını silərlər, deyirəm, hər yaxşı yaxşı, özü taxsın tapır mən. Özü hər gün məni göndərir ki, Yarışa bak. Yarış olur. Gördün koşuruz o yarışa. dövlət səhvində özlərini iş götürürlər. Mən 32 illərlə Bilirsin orada böyle hamı yarış edir, toxuyurlar. Yerində oturursunuz da, toxuyu baxarmısınız. Vaxt verirlər, hə? 4 saat, 3 saat, 29 dəqiqədə tutardım. Qaçını götürüb kəsmək əlimə düşüyor. Qaçını gəlib verən olmadı. Artıq 3 saat 37 dəqiqədə qulğun görməkdən gəldilər, vermirlər. Nətər mən onu Nə götürüb toxuyurdunuz orada? Axırda o nümayəndə ki, mən onu da içəri qoyurdular. Azərbaycanlı o zəngilən xanım güclə saldım içəri. İnanırsınız, o xanım axırda onlarla da müsibət elədi ki, bu invalid də bu götürə bilmir. İcazə bir eşidirəm ki, bu Özür yok da. axırda gəlib onu verdilər. Kəsdim 3 saat 37 dəqiqədə tamamladım verdim. Yox, orada mən dedim ki, orada artisti kadrımızın yarısı çempionatlarına gələcəksiniz. Tavuk, şabalarının bir işimizdə var. Nə toxuyurdunuz orada Fərdə xanım? O da bizi bilənlərimi kapatırdılar. Önce 2 ay önce içeriye almışlar. Bize göndermişler ki hansı ölçüde tutardı. Onlar santimetrle ölçüyordular. İnanırsınız, onlar da bize gösterdiğini bir neçə adama gönderdim. Mən tərcümə etdilər də onu. Mən özüm onu evdə gözü yumulub toxumaya başladım. Getdik orada tərcümə edəndə dedilər ki, dəyişiklər. Tamamilə dəyişik başqasını edəndə. Yenə başa düşürlər. Həm də ona görə keçirdik. 3 dəfə bilmədiyimiz soruyorlar. Ona görə də 3 saat 37 dəqiqə. 2 saatın altında ama getdi. Yaxşıyam canım, sən necəsən? Necəsiniz? Mən Yaxşı, siz necəsiniz? Necə sağlıqlısınız? Qorxmayın yenə. Rəvanə, xoş gəldiniz. Necə? Bu tərəflərdə Bura yaxşıdır o tərəfdə. Hə, gəlirsiniz. Siz buradan oturun, Rəvanə ilə bərabər siz buradan. Maşallah, qobaqları nə yaxşı belə ki, səhərdə qozucu görürsünüz. Sərgi. Hə. Başda da. Gel başlayalım. Gözməli. Hə, mənə Orada haqqında. Yanında bir çat. Gəl çağır. evdə də oraya gətirim, onu başlayalım yarın. Bəli. Bir də onu başlayalım. Efendim, benim de kulağı başlıyor. Rəvanə. Bunlar kimin Hamısı əlişləri? aldı. Rəvanə. Elə dəbəyi də var, adı var. Ben yavaş da. Qazaya düşdüm deyə biraz kestir oldum, kestir. Biraz yaxaqda qaldım. Bunlar kimin əlişləri bu harada? Bak, bunun öncesi soğuk. Bak, bunun kulağından geçir. Ama bunu buraya geçir, sonra köşük olur. O su çalı değil. Ha. Ya o yarımçıq değil. Sen Ya bu aksenin değil. Bu risk alan canı ölçü çəkəmiş. Ha, kəsər değil. Kətəci, İngilizcə kətəci yer, kətəci yer. Bence rahat oldu biraz. O kadar rahat değil mi? Baxın. Amma bax, mən risk tapa bilmədim. 28-i də Ne kapanmadın? izləyirəm. Ben almışım. Var, İngilizcə üçün bizlər tapmadı. Demişəm, tapşırıq tutuyorlar, tutar. Gələnləri biləriniz yaxına. Mənə də verin. Verim sənə, müzik böyle bana verim düşsün. Ulan bizim elmanı Yok
İzmir'den bir tane saldım ona gel. Yok, ikisine arasın. Arasına ama belə çarpaz yaxşı. Bak bizde salın çok çarpazlaştırın. Bana iyi. Şimdi ana bozuk takmayacağız. Bu defa da kaldırıyoruz balık getirip Gözlüyüm ne vereceğim? Ha verirsin. Ana. Bize düz neye verirsen yeter. Abi düz. Bir tezden bularmış alacağım. Yok. Boşaltmana sürpriz. Yok. Olmadı. Zengin inşallah. Yok. Daha üstte de ana. Bir tane bura taktız, sonra belə oturmana işləyir. Yer bulunacaq da ama. Vay. Canan neler ediyorsun neler? Canan müəllim. Kelime. Gözlüyüm. Bunu bax, indi bura. Hər dəfə sıxın, sıxlaşdırın ki, boşalıb getməsin. Belə iş güzel olur. Ölçümde o Bunu belə tutmuşdun, yaxşı açmıyor. biraz balaca yazsın. Bunun bir dənə qabağa, buraya Rahat iki dənə. girer. Ben niye bilmez? Aşkito sen ne yapıyorsun? Ben sen burada ödeme. Ben bunu çıkartacağım. Güzel yenidən risk alalım. Sen aşkito kime değilsin? Bir aralım. Nuray kvadrat muncuqdan zəhmət olmasa bir dənə ver, ananın çantasına çatmayıb. Ben de verebilirim ha. Lazım deyil, hər lazım olsa deyəcəm, yaxşıydı onu. Aha, iki dənə keçirdik. İki dənə sağa keçirdik. Ora yox, bax, bura gözlüyüm. Ay ne dışı sakitçilik diye. Bir addım önə getməlidir, siz bir addım geri qayıtmışsınız. Bax, bir addım, bunu bura salır, bunu mu? Ana fa. Sen bitədi. Bir dənəsindən ha, başqasından yox. Gördünüz, altdan getdi, keçdi. Sonra 2 tane takım ona Sadece de koyayım da. 2 tane takım özümüzden. Buradan istəyəməsin hocam, hə, oraya gitdim. Bitədi. Sağ. Değilim. Diyorum, sadece sen neymişsin oraya gidersen, kimden görüşürsen alsınız mı? Neyse sen onu. Şu anda saat 14.14, Haziran 12.2021. Seçtik 14 koyayım. Aha, oraya yox, bura iki dənə. Çıkardın mı? Aha, burası. Bu da da dediğim işte. Sola takdık, Cihaz kapatılıyor. Hoşçakalın. bir addım qabağa gidilir. Sola takdık, bundan qabağa gidin. Bu haradadır, baxın, altdan qabağa gidirsiniz. Bir addım qabağa. Bu muncuqdan bir onu qabağa. Hepsini geçirmez. Onu yox, bax, onu yerə getirsiniz. Onu da belə, bax, belə burada. Burası qaldırırsınız, Ben burada. çektim. Ben de rahat bırakır. Burasının şeylerini aktarıp taramak. Önce yani geçirin bura bence. Bax, indi bunu bir addım qabağa. Hər dəfə bir addım önə gedir.
velosiped kimi də. Yerə töyməyəcəm. Kənan, sən düzməyi öyrət, düz, bacar düz. Ağlın fikrin başqa yerə getməsin, əllərin işləsin. Sol tərəfə işlədik. Dəfə. Kənan eləməyini, qırmaq eləməyini. İndi bax bura 2 dənə. Bax bura 2 dənə. Nə oynama. Bax, mama gör nə gözəl işlər görür. Sən də bacar işlər Arzu görür. gəlmişdi mənimə. Tək. Maması ilə gəlməmişdi. Ayısı, ayısı. Navi idi. Maması ilə gəlir, maması ilə gəlir. Özüm getdim bir dənə də. Şimdi bunu həm burası, həm burası alıb, ortasına incədir. Görürsün, babam belə tutanda ortada bir dənəsi çarpmış. Bir dənədir. Burası alın, burası bir dənə. Aha. Tərəfini toplayıb bilsəm. Bilsəydim, Afət müəllimə. Bilsəydim, onu Afət müəlliməyə də deyərdim. Çünki o da belə işləri bacarır. Yəni, diqqətli olaq. Əziz iştirakçılar, bugün artıq biz 7-ci təlimimizin sonuna gəlib çatmışıq və artıq bu qrupumuzda da iş təhvil verməyən iştirakçımız yoxdur. Bütün iştirakçılar fiziki vəziyyətindən, əlillik dərəcəsindən asılı olmayaraq artıq hazır məhsullar təhvil veriblər. Onlar təhvil verirlər öz məhsullarını ki, biz sərgi üçün toplayırıq. Baxın, burada belə toplamışıq. Bütün iştirakçıların burada işləri var. Həm valideynlər, həm uşaqlar çox gözəl işləyiblər, həm toplayıblar, muncuqdan işlər hazırlayıblar, çantalar və belə fərqlər də var. Burada da işlər var, hazır toplama çantalardır. Yəni, bugün bizim təlimimizə artıq bilirsiniz ki, ümumiyyətlə layihənin sonuna bir gün qalır. Ona görə biz yeni işlər çalışırıq ki, başlamayaq. Yalnız kimin yarımçıq işi varsa onları yekunlaşdırırıq. Və ki, bəzi iştirakçılar var ki, yekunlaşdırıblar, amma üstünün bəzək işləridir, tamamlanması, məhsulun təqdim olunmasını biz işləyirik bugün. Burada da hazır işlərimiz var, gördüyünüz kimi, həm şərflərdir, həm çantalardır. Hətta bəzi iştirakçılarımız var ki, bir şəxs bir neçə iş hazırlayır və hələ də hazırlamaqda davam edir və nəzərinizə çatdırım ki, bu ayın sonlarına yaxın artıq sərgimiz olacaq və sərgimizə sayılı günlər qalır. Ona görə evdə də bu işləri davam etdirirsiniz. Həmçinin özünüz yeni öz ideyalarınıza, fantaziyanıza uyğun bu səpkidə olan muncuqdan və toxunma işlər hazırlayıb sərgi üçün təqdim edə bilərsiniz. Hamınıza uğurlar arzulayıram. Növbəti təlimdə görüşərik.